bizim dəvətimizi qəbul ediniz, gəldiniz. Çox sağ olun, minnətdaram hər birinizə. Vaxtınızı ayırdınız, gəldiniz. Bizim bu gül balaların sizə suallar var. Görün nə suallar verəcək. Buyur qızım. Biraz qabağa gəl mənim balam. Aha. Hə, çox maraqlı sualdır. Necə, kim istəyir, necə istəyirsiniz? Kim istəyir desin? Mənim o yaşımda dostlarım birinin ətrafında da qohumlarım var, uşaqlarım, tanışlarım. Mənim çox yaşlarım onlar idi. Aha, bəs sizdə? Aha. Çox gözəl həyat oldu. Hə, lap yaxşı. Bəs sizdə necə oldu dostlar? Sizdə də elə. Kənarda nə görsəniz gəlib ailəmizə bilərsiniz. Kimsə də qorxmur, çəkinmir. Kimsə sizə nəsə deyəndə, xoşunuza gəlirsiniz, və valideynizə deyə bilər. Çəkinmədən. Çünki valideyn sizin şəklinizə baxıb sizə mən deyə düşünürəm. Bəli, çox gözəl, çox qəşəng məsləhətlər verdiniz Flora xanım. Çox sağ olun. Başqa kimisə də sual, hə, Nihatın sualı var. Gəl ay Nihat. Sizin yaşınızda sizə ən vacib olan şey nə idi? Mən oxumaq istəyirəm. Ona görə də oxumaq. Ali təhsil aldım. Bəli. Deməli, nə etmək lazımdır? Oxumaq. Bəli, oxumaq lazım. Anadır. Bəli. Ən birinci üstünlük. Çox sağ olun Flora xanım. Təşəkkür edirəm sonra. Yenə sualımız var idi. Aa, yenə var. Görürsüz bizim. Bir də eşitmədim heç mən. Bir-birinə səmimi olmalıdır. Bəli. Bir-birinə düzgün olmalıdır. Əgər səmimiyyət yoxsa da dostluq olmalıdır. Bəli. Alqışlayaq uşaqlar. Çox sağ ol. Bir sualımız qaldı deyəsən, hə? Hə, get qızım sən Rüqayyə. Aa, çox gözəl. İstəyirəm bu suala ikiniz də cavab verəsiniz. Arzularınız nə idi? Oxumaq. Sizdən Təhsil necə? yenə oxumaq. Yəni hər bir şeyin oxumaq var, təhsil var. Yəni həyatda arzular çoxdur, amma məsələn sizin yaşınızda ancaq oxumağa meyilləmək lazımdır. Mən də bilirəm, oxumağa meyilləmək lazımdır. Fikir görün. Öyrənin dediklərini Əməl etmək lazımdır. Əməl etmək lazımdır. Yəni Bəli. nəsə qoymaq qarşınıza. Qulaq asırıq uşaqlar. Mən nə olmaq istəyirəm? Ya da hansı işi görmək istəyirəm? Özünüzü yönləndirməlisiniz, ya da valideynlərinizə yönləndirməlisiniz. Bəlkə siz bəlkə gücünüz çatmayan bir şeyə yönləndirə bilərsiniz. Amma valideyniniz sizi yönləndirsə, sizə rahat olan bir şeyləri yönləndirsə qəbul edə bilərsiniz. Ona görə də mərtəbələri yaxşı çəkə bilərsiniz. Ən birinci yenə bilir, təkrar oxumaq. Bəli. Alqışlayaq. Alqışlayaq. Nənələrimiz sizə verdiyi öğütləri yəqin ki, eşitdiniz uşaqlar. Əməl edəcəklər. Sizə çox yenə təşəkkür edirəm. Çox sağ olun. Sağ olun ki, gəldiniz.